Salam aleyküm. Mən də bugün sizlərlə yenidən Səidə Bəkir qızı və onun ətrafında baş verən bu dedikodularda münasibət bildirmək istəyirəm. Demək ki, cəmiyyət iki tirəlik yaranıb. Tərəfdarları və əks tərəfdarlar. Mən də bəri başdan demək istəyirəm ki, mən də o xanımın dedikləri ilə 90% razıyam. Özünün dediyi kimi 10% də ki, hansı regionların adını çəkir. Onunla mən də narazıyam və özü də etiraf elədi ki, o da səhvdir. Bəli. İndi amma burada bir başqa bir mövzular peyda olur. Məsələn, insanlar başlayır bir-birini söyməyə, təhqirləməyə. Tərəfdarları və əks tərəfdarlar. Adamlar elə fikirləşirlər ki, sosial şəbəkə vasitəsilə adam söyəndə, kimisə təhqir eləyəndə bu elə bir cəzasız keçir. Yox, Cinayət Məcəlləsi Azərbaycanda dəyişilib. Demək olar ki, onların hamısı məsuliyyət tələb edir. İkinci, heç cinayət məsuliyyəti də olmasın. Sən insansan, çıxırsan sosial şəbəkə vasitəsilə öz fikrini bildirməyə, sən söyüş, təhqirlə fikirləşmə ki, digərin ağzı, dili yoxdur, onlar bacarmırlar. Yox, onlar da bacarır. Sadəcə kimsə onu eləmirsə, elə bilməyin ki, sizdə hər şey normaldır, amma qarşı tərəfdə anormaldır. Hər şey söyüşlə, təhqirlə başa salmaq olar. Danışmaq insana xas olan xüsusiyyətdir. Çalış, danışanda insan kimi danışmağı vərdiş elə. Mən də çalışıram ki, səlis danışmağı öyrənim, amma bacardığımı eləyirəm. Amma mən söyüş, təhqir eləmək, hələ bu o demək deyil ki, sən fikrini tam bildirə bilərsən. Xeyr, sosial şəbəkə fikrini söyüşlə bildirmək deyil. Bəzən də çıxır bir də görürsən o xanımın tərəfdarları və əks tərəfdarları bir-birini ringə çağırır. Gəl ad, ünvanı ver, telefonunu ver, danış. Sanki bura ringə çıxdı. Qardaş, ya bu telefonunda götürdünsə, danışdın, fikrini bildir. Əks tərəfdən, istər-istər tərəfdar ol. Ancaq sözlə fikrini bildir. Yəni, danışmaq insana xas olan xüsusiyyətdir. İnsandan başqa heç bir canlı danışa bilmir. Yəni, fikrini çatdıra bilmir. Ona görə Allah onlara özünün müdafiə üçün, ya tutaq ki, nəysə başı birinə dırnaq verir, birinə caynaq verir, birinə buynuz verir. Yəni, insan danışmaq qabiliyyəti yoxdursa, sosial şəbəkə vasitəsilə çıxıb bir-birinizi söyüb təhqir eləməyin. Bizdən başqa, bizə baxanlar da var. Bir baxın ətrafda görün nə baş verir. Söyüş söyməklə, təhqir eləməklə fikirləşməyin ki, siz öz fikrinizi çatdıra bilirsiniz. Və yaxud digər tərəfi qalib gəlirsiniz. Əgər söyüşlə siz fikrinizi çatdırmaq istəyirsiniz, başqa bir yerə gedin. Sosial şəbəkə bu sənin təkcə mənim görəcəyim bir yer deyil. Bütün dünya görür. Nəinki Azərbaycanda bizim qohum əqrabalar yox. Bütün dünya baxır. Ona görə danışıqda diqqət yetirmək lazımdır. Bir də ayıb olan bir his var da insanda, gərək ayıb olan bir hiss olsun. Fikirləşməyin ki, sizdən başqa heç kəs söyüş söyə bilməz.